Verilişin sonra YouTube-a qoyulanda mütləq götürüb o hissələrini kəsəcəm. Mən bu kişiyə heyranam da. Yəni o qədər danışıb, yəni bilik. Nəyi ki siz tək deyilsiniz. Və bayaqdan danışır, tam istədiyim ürəyimin içində olanları xəbər verir. Bilmirəm də, yəni bu mənim də təbii ki özümə belə uyğun səhvlərim var, düzəltməli. Hər kəs, heç kim ideal deyil. Amma danışdığı çox şeyi o deyirlər, incidir, cavab vermə bilər falan. Doğrudan da həmişə baxıb keçmişəm mən. Çox maraqlı bir şeydir ki. Amma mən bəzən cavab vermişəm. Vermişəm, amma çox vaxt cavab vermişəm. Mən çox vaxt cavab verməmişəm. Mən o belə dedi, yığıb o partlamağım olubdu, amma çox vaxtı keçmişəm ki, qoy əşi geçsin də özü nə istəyir eləsin. Amma təbii ki, dərslərə qoşulandan, daha birliklənəndən sonra bir daha fikir dəyişir ki, kamilləşmişsən, aynen. Hə, kamilləşmiş kimi deyirsən ki, qoy buna fikir vermə. Əşi geçsin, mən elə özümün Xahiş o dərslər hardadır qrupda öyle? Biz qrupdayıq, bəli. İnkişaf deyilik də, biz ruhani inkişaf deyilik. Bəs siz yanma, bu 30-33 yaş arası, mən də qrup əlavə edin, də xahiş edirəm. Ruhani inkişaf dediğimiz Sən mövzu baxın, nədir? olacaqmı bizimlə? Niyə olmur ki? Biz dedik şimdi, danışmışıq. Xahiş edirəm, mən qrupa, bilmirəm necə eləyim, cavab məndən xahiş edir ki, Nəcməddin qruplarına, seanslarına yazın, mən də canlı efirdə xahiş edirəm, məni o qrupa əlavə edin, bəlkə içimdəki bu aqressiya söndü.